Kapital Bankın 1000 manat kredit limiti olan kartın sahibiyəm. Kredit kart istifadəçiləri bilir ki, xərclənmiş vəsait bir qayda olaraq güzəştli və güzəştsiz statusa malik olur. Kart vasitəsilə mal və xidmətlər üçün ödəniş etdikdə xərclənmiş vəsait müəyyən dövrdə 30 gün, 45 gün və sair güzəştli statusa malik olur. Globalifo az məlumat verir ki, bunu iqtisadçı Samir Əliyev bildirib. Bu qeyd edib ki, nağdlaşdırma və başqa karta köçürtmə etdikdə gündəlik faiz hesablanır. Məsələn, Kapital Bank belə əməliyyat üçün illik 35 faizlik faiz tətbiq edir. Bu ölkə üzrə orta faiz dərəcəsindən 3 dəfəyədək yüksəkdir. Deməli, təxminən 12 gün əvvəl kartdan digər kartda 400 manat köçürtmüşəm və məndən 5 faiz komisyon haqqı 6 manat tutub. Qısası kartdan 6 manat vəsait çıxıb və faiz hesablanmağa başlayıb. Bura qədər sual yoxdur və hər şey qaydasındadır. Sual bundan sonra başlayır. 1000 manatlıq limitin təxminən 400 manatı güzəştli vəsait idi. 406 manat güzəştsiz və kartda isə 200 manata yaxın vəsait qalmışdı. Nəticədə mənim karta olan borcum 806 manat olub. Amma mən 10 gün müddətində hissə olmaqla 960 manatdan çox vəsait yatırmışam və sonda məlum olur ki, mənim 282 manat güzəştsiz statusa malik borcum var və ona görə illik 35 faiz olmaqla gündəlik borc yığılır. Öncə fikirləşdim ki, borc xərclənmə tarixi əsasında örtülür. Əvvəl 400 manat, sonra isə faizlə birgə 406 manat örtüləcək. Amma bank karta qoyduğum 960 manat vəsaitin cəmsi 130 manatını güzəştsiz borca yönəldib. Yerdə qalan 282 manatlıq vəsaitə insafsızcasına 35 faiz illik faiz tətbiq edir. İqtisadçı bankla əlaqə saxladığını, izahlarının öz mənafələrinə uyğun olduğunu bildirib. Borc ödəyəndə prioritet güzəştli vəsaitlər olur. Müştəriyə bir aylıq möhlət verən, borcu bağlamağı sonraya saxlamaq əvəzinə banka gündəlik faiz qazandıran borcu sonraya saxlayır. Müştəri terminallar vasitəsilə pul ödəyir və bank həmin vəsaiti ona qazanc verən istiqamətə yönəldir. Anlaşılan odur ki, hər bank öz istəyinə uyğun faiz siyasəti yürüdür və əhalinin maliyyə savadsızlığından istifadə edərək onları faizlə yükləyirlər. Müqavilələri isə öz mənafələrinə uyğun tərtib edirlər ki, istənilən vaxt ona istinad edərək özlərini haqlı çıxarsınlar. Bilmirəm, Mərkəzi Bank bankların faiz tətbiqinə necə nəzarət edir. Amma əminəm ki, müştərilər bundan zərər görür. Ola bilsin ki, hansısa müştəriyə gündəlik 15-20 qəpik faiz hesablamaq diqqət cəlb etmir. Ancaq yüz minlərlə müştərisi olan banklar bir günlük qazancdan böyük vəsait əldə edirlər. Ümid edirəm ki, Mərkəzi Bank bu hallara nəzarəti gücləndirəcək və bankların yox, əhalinin mənafiindən çıxış edəcək.